Aradakı fərqə baxın. 3 işdə çalışmamı baxmayaraq makyaj etməyi və bəzənməyi heç zaman ehmal etmirəm və bugün də makyaj vasitələrimi yeniləmişəm. İstəyirəm həm onları sizə göstərim, həm də ki, bərabər makyaj edək, çünki birazdan işə getməliyəm. Deməli, ilk öncə bunu göstərim sizə. Nav'ın hansı ki nəmləndiricisi. Elə istədim ki, yoxlayım. Sıfırdan makyaj edəcək təzə aldığımız məhsullarla. Baxın, necə parıldadır və çox yumşaq edir bu arada üzü. Nəmləndirir, çox qəşəng. Mən bunu bəyəndim. Qoxusu da çox qəşəngdir. Bu məhsula 10 üzərindən 10 verirəm. İkinci olaraq SPF-dən istifadə edəcəm. Bu da gözəldir, amma sadəcə olaraq 10 üzərindən 8 verəcəm. Deməli, Estee Lauder'ın belə bir tonal kremi var. Görək bundan nə çıxır. Baxın, daha yaxından göstərirəm sizə, necə də gözəldir və qapatıcı çox superdir həqiqətən də. Və bunu da qeyd edim ki, çox yüngül teksturası var. Çünki bəzi tana kremlər çox ağır olurlar. Estee Lauder'ın tana kreminə təbii ki 10 üzərindən 100 verirəm. Mükəmməldir həqiqətən də. Daha sonra keçirik konsilerə. Bu Tarte'ın konsileridir və yoxlayaq görək. Ötücülüyü çox qəşəngdir. Əsas önəmli olan bu tonsuzdur. Və ona görə də 10 üzərindən 10 verirəm. Nevetti'nin belə bir qaş sabitləyicisini əldə etmişəm. Görək bu necə olacaq. Bunu da 2 dəfə istifadə edəcəm. Baxın aradakı fərqə. Çox qəşəng sabitdir. Hətta daha yaxından göstərim sizə. Mən çox bəyəndim bu effekti. Daha səliqəli və daha gözəl görsənir. 10 üzərindən 9 qiymətimi verirəm. Hələ ki, günün sonuna baxaq necə olacaq. Lip Blush Balm'dan olan dodaq nəmlənişi sifariş vermişdim. Ay, nə qəşəng. Nanə qoxusu var. Özümə 2 ədəd liner sifariş vermişdim. Biri qəhvəyi rəngdə, birisi qara rəngdə. Və bu rəngdən istifadə edəcəm. Linerdən də istifadə etdim. Məncə çox gözəl görünür belə. Ona görə də 10 üzərindən 10 verəcəm buna. Oha! Aradakı fərqə baxın. Çox gözəldir həqiqətən də. Bu mənim Qarpız Cosmetics'dən razı qaldığım ikinci maskara oldu. Birincisi isə budur. Bunu da mütləq şəkildə özünüzə skridilini saxlayın. Eveline'ın belə bir qızıl rəngdə olan maskarası. Bu da çox qəşəng şəkildə effekt verir. Həcmli bir effekt verir və günün sonuna qədər eləcə qalır. Yəni çox gözəldir. Yəni bunu da bəyəndim. Buna isə 10 üzərindən 100 verirəm. Mənə görə makyajda ən önəmli olan şey maskaradır. Necə gözəl bir effekti var və teksturası çox qəşəngdir, çox qəşəng yayılır. Buna da 10 üzərindən 10 verəcəm. Baxın, belə bir 4 dənə rəngi var, highlighter'ın. Bu da krem effektidir bu arada. Baxın, necə parıldayırım. Hər tərəfdən par işıq yanır. Çox gözəldir, bunu da bəyəndim. Buna da 10 üzərindən 10 verəcəm. Belə, makyajımız bitdi. Mən çox bəyəndim hər bir məhsulu. Məhsulları əldə etdiyim mağazanın səhifəsində aşağıda etiketləyəcəm, oradan baxa bilərsiniz. Hər zaman gözəl və sevgi ilə qalın. Hələlik.